Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi hayır ve derlesin. İşlerinizi de avand eləsin. Bildiğiniz gibi bugün cuma akşamıdır. Allah Teala bu cuma gününüzü de sizin hayırlı, bereketli eylesin. Her bir işinizde Allah Teala sizi muvaffak eylesin inşallah. Allah'ın izniyle yine de salavat demeyin fəziləti ve faydaları hakkında söhbət edirəm. 35-ci faydada qaldıq keçən səfər. Salavat göndərmək, atalıq haqqını əda etməkdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm və Əli əleyhissalam bu ümmətin atası, insanların ruhi tərbiyəçisi və müəllimidir. 36-cı fayda. Əlbəttə burada Peyğəmbərimiz ümmətin atası dedikdə, yəni əsl ata hamıza məlumdur ki, əsl atadır. Burada ata, yəni məcazi mənada deyilir. Ona görə deyilir ki, ata nətər öz övladının qaydına qalar, ona tərbiyə verər, onu düz yollara yönəltməyə çalışdığı kimi, bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də, yəni biz insanlara düz yolları göstərdiyinə görə biz üçün dincəlmədən, dayanmadan, gecələr yatmadan, narahatçılıq çəkə-çəkə bizlər üçün çalışdığı üçün bir növ bizə ata sayılır. Ona görə burada müəllif atası, ümmətin atası deyir. 36-cı fayda. Salavat göndərmək Həzrətin və onun vəsilərinin düşmənləri ilə düşmən olmaq deməkdir. Çünki düşmənlər salavat göndərmirlər. Eləcə də Həzrətə salavat göndərib əhl-i beytinə göndərmədikdə düşmənçilik hesab olunur. Çünki Həzrətin və onun vəsilərinin düşmənləri ilə dostları arasında bir fərq olmalıdır. O da budur ki, onlar salavat göndərmirlər. Həzrətin dostları isə, yəni Peyğəmbəri, imamları qəbul edənlər isə salavat göndərirlər. 37-ci fəsil. Salavat göndərmək ölümün acılığını aradan aparır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Hər kəs mənə çoxlu salavat göndərsə, ölümün acılığını dadmaz. Salihlərdən biri bir xəstənin yanına gəldi və onu ölüm ayağında görüb soruşdu. Can verməyin acılığını hiss edirsənmi? O cavab verdi, heç bir acılıq hiss etmirəm. Həmin kişi təəccüb etdi və bunun səbəbini başa düşmədi. Çünki can vermək, yəni çox acı olur. Xəstə dedi, təəccüb etmə. Eşitmişəm ki, Peyğəmbər salavatullah buyurmuşdur. Hər kəs mənə çoxlu salavat göndərsə, ölümün acılığını dadmaz. Mən bir müddətdir ki, çox salavat göndərirəm. Buna görə də acılıq hiss etmirəm. Peyğəmbər salavatullah buyurmuşdur. Salavat göndərənin müjdəsini dünyadan getməmiş mənə yetirərlər.
38-ci fayda. İmam Sadiq Aleyhisselam buyurmuştur. Hər kəs Peyğəmbərə salavat göndərsə, can verən vaxt əli heç yerə çatmadıqda Peyğəmbər salavatullahın pak nuru onun xəstə yatağının kənarında hazır olar. Mübarək dodaqlarını müminin dodağına qoyub öpər. Can verən üçün elə bir aləm açılar ki, sanki isti səhrada susuz gəzən bir kəsə bir qab baldan şirin, buzdan soyuq su verərlər. Onu qəbrə qoyandan sonra nikir-münkir ora daxil olduqda elə ətir qoxusu hiss edərlər ki, ona görə də bir-birlərinə deyərlər, bu ətir axirət zaman Peyğəmbər sallallahu aleyhi və səlləmin ətridir. Gəl qaydaq. 39-cu fayda. Əhl-i Beyt əleyhissalamdan gələn xəbərlərdə deyilir ki, ilahi ərşi daşıyanlar Allaha o qədər yaxın olduqları halda salavat göndərib ona təbəssül etməyənə qədər ərşi götürə bilməzlər. İmam-ı Baqir əleyhissalam buyurmuşdur. Hər kəs rükuda, səcdədə və qiyamda salavat göndərsə, Allah Teala onu rüku, səcdə və qiyam kimi yazar. Bu hədisi 3 cür məna ediblər. Yəni, hər kəs rüku, səcdə və qiyamda, rüku bilirsiniz də, əlləri dizə qoyub əyləndə olduğunuz hala rüku deyərlər. Səcdə 7 əza, yəni alın, 2 əllərin içi, 2 dizlərin gözləri, bir də ayaqda 2 baş barmaqların uc tərəfləri yerdə olduğu halda olan hala səcdə deyərlər. Qiyamdakı ayaq üstə olduğunuz vaxtda deyərlər. Salavat göndərsə, bu onun üçün qəbul olunmuş rüku, səcdə və qiyam sayılar. Yəni, rüku, səcdə və qiyam kimi başqa bir səbəb da verilər. Yəni, hər kəs bu vəziyyətlərdə salavat göndərsə, onun bu əməlləri Peyğəmbərin rüku, səcdə və qiyamı kimi olar. 40-cı fayda. İddətü Dai kitabında Səlmandan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Səlman Farsi, bilirsiniz də kim olur? Yəni Peyğəmbərin ən yaxın əshabələrindən olub. Allah Teala belə buyurur, əgər bir kəsin böyük bir hacəti olsa və bu hacətinin qəbul olunması üçün insanların ən sevimlisini vəsilə qərar verməklə öz hacətini istəsə, ona xatir bu hacət qəbul olar. Bilin ki, mənim yanımda insanların ən hörmətlisi Muhammed sallallahu aleyhi və səlləm və Əli əleyhissalam və onlardan sonra gələn imamlardır. Hər kəsin hacəti varsa, yaxud ona müsibət yetişibsə, and verib çağırsın ki, hacətini qəbul edin. Yəni, Peyğəmbər və Peyğəmbərin əhl-i beyti, o cümlədən 12 imam da, onları şəfi qərar versə, yəni onlara and versə, onun hacətləri qəbul olunar. Müşriklərdən bir dəstə məsxərə edib Səlmana dedilər, sən onların haqqına and içib, Allahdan Mədinənin ən varlısı olmaq istəmirsənmi? Səlman dedi, mən Allahdan bütün dünyadan daha xeyirli olan bir şey istəyirəm. Müşriklər Səlmanın sözünə inanmadıqları üçün, deyirlər bir halda ki, belədir, onların şəfi gətirəndə, onlara xatir, yəni bir nəsə istəyəndə Allah Teala edirsə, var dövlət istədə. Yəni, bir növ sərzəniş elədilər, ona inanmadılar. Odur ki, Səlman Farsidə deyir ki, mən Allahdan bütün dünyadan daha xeyirli olan bir şey istəyirəm. İstəyirəm ki, o mənə zikr edən dil və şükür edən ürək bağışlasın. Onun həm sənasını yerinə yetirib, nemətlərini, şükrünü əda edib. İstəyirəm ki, mənə bəlalara səbr edən bədən versin. Allah mənim duamı qəbul etdi və bunları mənə bağışladı. Bu sifətlər dünya mülkündən
100.000 dəfə, yəni başa düşən adam hər halda belə bilir də, bunlar başa düşməyən ancaq dünya malı istəyər. Amma Salman Farsi kimi şəxsiyyətlər, elə böyük şəxsiyyətlər dünyanın mülkündə yəni gözü yoxdur. Onlar dünya mülkü istəmirlər. Onlar dedikləri sifətləri istəyirlər. Bu sifətlər dünya mülkündən 100.000 dəfələrlə yaxşıdır. Deməli, Salman Farsinin bu sözləri bizə bir dərs olmalıdır. Bizim kimi avam insanlar çox vaxt Allahdan sağlamlıq və var dövlət istəyirik. Amma Salman kimi ariflər Allah Teala'dan bu dünya nemətlərindən daha xeyirli olan şeylər istəyirlər. Zikr edən dil, Allaha şükür edən ürək, bəlalara, Allahın razılığına görə səbr edən bədən istəyirlər. Sonda deyir, bunlar dünya mülkündən 100.000 dəfə yaxşıdır. Həqiqətən də o dünyanın olmasına qəlbən inanan insan bu dünyanın naz nemətlərinə nifrət edər. Ömrünü Allahın razılığı olan yollara sərf edər. 41-ci fayda. Hədislərdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanlar ilə birlikdə 4 il müddətində iqtisadi blokadaya düşdükləri vaxt Həzrətə salavat göndərəndə acılıq və susuzluqdan xilas olurdular. Yəni Allah Teala onlar üçün qeybdən azuqə yetirirdi. Libasları çirk olanda salavat göndərsəylər, qar kimi ağappaq olardı. Onların işi elə yaxşı keçirdi ki, oradan getməyə razı deyildilər. 42-ci fayda. Kəşfül Qəmmə kitabında Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət olunur. Hər kəs cəzəllahu ənna Muhammədən ma huvə əhluh desə 70 savab yazanı 1000 gün müddətində əziyyətə salar. Yəni 70 şəxs, 70 mələk 1000 gün ondan ötəri dayanmadan savab yazarlar. Şeyx Tusi İmam-ı Muhammed Baqir aleyhisselamdan rəvayət edir. Bir mələk qiyamət gününə qədər məsuldur. Yəni bu işə məşğuldur. Sallallahu aleyhi Muhammedin və aleyhi və səlləm deyən kəsin cavabında və aleykəssalam deyər. Sonra o mələk Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gedib deyər ki, filan kəs sənə salam göndərmişdir. Həzrət buyurar və əleyhissalam. 43-cü fayda. Salavat göndərmək qəbrin nurlu olmasına səbəbdir. Peyğəmbər salavatullah buyurmuşdur. Mənə çoxlu salavat göndərin. Çünki bu zikr qəbirdə, siratda, cənnətdə nurdur və qəbrin həmdəmidir. Yəni bir insan surətində sənlə yoldaş olar və sənin bilmədiyin suallara o sənə öyrədər və yaxud cavab verər. Çoxlu hədislərdə deyilir ki, hər kəs bir mömini şad etsə, Allah Teala o şadlığı gözəl bir surət şəklinə salır ki, qəbirdə onu şad etsin. Bəndə şövq və məhəbbətlə Peyğəmbər salavatullaha salavat göndərirsə, onu etmiş sayılır. Yəni bir növ elə bir ki, Peyğəmbər salavatullahını şad etmiş olur. Bu səbəbə də onun qəbri nurlu olar və bir mücəssəmə, yəni bir insan surətində həmən və yaxud göndərdiyi o salavat mücəssəmə insan surətində orada hazır olar. Ona yəni hər bir çətinlikdə köməklik edər. Demək, əməllərin mücəssəm olma qanununa əsasən Həzrəti şad etmək ən yüksək dərəcədə təcəssüm olunar. Salavat göndərəni o dünyanın qorxularından amanda sağlar. Allah bəndəsi hər halda salavatdan qafil olmamalıdır. Şəbəli deyir, qonşuluqda bir kişi yaşayırdı. Bir gün onu yuxuda gördüm və soruşdum.
Allah Teala seninle necə rəftar etdi? O dedi, ey şeyh, böyük qorxularla rastlaşdım və əziyyətlər gördüm. Nikir və münkir məndən sorğu-sual aldıqda dilim tutuldu. Öz-özümə dedim, vay olsun mənə, nə etdim ki, başıma bu iş gəldi. Axı mən İslam dinində idim. Bu dində də ölüb getmişəm, yəni ölüb bura gəlmişəm. O mələklər məndən ağır sorğu-sual götürürdülər. Birdən gözəl surətli, xoş ətirli bir şəxs gəldi və mənimlə onların arasında dayandı. O mənə təlqin edirdi, yəni sözü deyirdi. Onların cavabını doğru düzgün mən də verirdim. Mən ondan soruşdum, sən kimsən? Allah sənə rəhmət etsin ki, məni bu qüssədən, qəmdən azad etdin. O dedi, mən sənin göndərdiyin salavatdan yaranmışam və məmuram ki, həmişə hər yerdə səninlə olum və sənə həmdəm olum, sənə kömək edim. 44-cü fayda. Camiül Əxbar kitabında Peyğəmbərdən rəvayət olunur. Hər kəs mənə bir salavat göndərsə, Allah Teala qiyamət günündə onun başının üstündə, sağ və sol tərəfində, ayağının altında və bütün bədən üzvlərində nur yaradar. Kim çoxlu salavat göndərsə, qiyamət günü ərşin altında olar. 45-ci fayda. Qurbul İsnad kitabında sadiq imamlardan rəvayət olunur. Qiyamət günü mizana qoyulacaq ən ağır əməl salavatdır. Peyğəmbər salavatullah Ramazan ayının xutbəsində buyurur ki, kim bu ayda mənə çoxlu salavat göndərsə, Allah Teala əməllərin yüngül olacağı gün onun əməllərini ağırlaşdırar. Yəni Ramazan ayında salavat göndərsək, daha fəzilətli olar, daha o salavatın sahibi üstün olar, çox olar, dəyərli olar. Burada söhbəti dayandırıram. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Allah hamınızdan razı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.